Dəvəçi çayının Şabran ərazisindən keçən hissəsi zibil poligonuna çevrilib. Aylardır çayın sahilinə atılan tullantıların təmizlənməməsi ərazidə antisanitar vəziyyətin yaranmasına səbəb olub. Acınacaqlı vəziyyətin yaranmasına kimlər səbəb olur? Əməkdaşımız suala cavab tapmağa çalışıb. Cəmaət üçün yer yoxdur, zibil atmağa yer yoxdur, qutular qoyulmur, gəlib yığmırlar. Çay yatağının müxtəlif hissələri məişət tullantıları ilə çirkləndirilib. Buna görə də ərazidə üfunət qoxusundan dayanmaq mümkün deyil. Çirkəb suların və tullantıların çaya axıdılması ətrafda yaşayan sakinlərin narazılığına səbəb olur. İyi gəlir evlərə, hava təmiz hava olmur, zibil olur. Qəzinin yanıdır, evlərin yanıdır. Yəni belə çay zibillənir, çayın suyu gedir, bağlara gedir, bostanlara gedir. Bura əvvəldə sel gəldi. O seldən sonra bu günə düşdü. Təmizlənirdi, təmiz idi. O seldən sonra bu günə düşdü. Çayın qırağı da əlbəttə ki, gəlir, qoxusu gəlir. Nəzarət eləsələr, nəzarətçi qoysalar, o vəziyyətdə düşməzdə belə. Yığan yoxdur. İyi qoxudan cəmaət yata bilmir ki, rayonda. Məsələ ilə bağlı Şabran şəhər icra hakimiyyətinə isə məsuliyyəti vətəndaşların üzərinə atdılar. Bildirdilər ki, vətəndaşlar zibili əraziyə atmasa bu vəziyyətdə yaranmaz. Dəvəçi çayının 400 metr radiyusunda kifayət qədər zibil qutuları mövcud olduğu halda tullantıların çaya atılması qəbul edilməzdir və bu şəhərin ekoloji və sanitar vəziyyətinə ciddi zərər vurur. Dəvəçi çayının şəhərdən keçən hissəsində yaranan mənzərə əsasən bəzi sakinlərin məsuliyyətsiz davranışından qaynaqlanır. Qurumdan vəd verildi ki, tullantılar ərazidən götürülərək çay yatağı təmizlənəcək. Emin Vaqifoğlu, Fidan Səfər, Spayız xəbər, Şabran.